Bəli, bəli, Mateusz bəy, çox doğru vurğuladın. Yəni mən də öz fikrimi deyə bilərəm ki, yəni mənim fikrimcə son günlərdə dünyada baş verən gərginliklərdən biri Yaxın Şərqdə müşahidə olunur. İran, İsrail və ABŞ arasında vəziyyət sürətlə dəyişir. Yəni mənim fikrimcə və demək olar ki, bu qarşıdurma artıq regional deyil, yəni qlobal təsir yarada biləcək bir mərhələyə çatıb. 2026-cı ilin demək olar ki, fevralının sonlarında İsrail və ABŞ İran ərazisindəki hərbi obyektlərə qarşı koordinasiyalı zərbələr endirdi. Mənim düşüncəmə görə bu əməliyyatın məqsədi İranın hərbi və nüvə proqramına aid infrastrukturu zəiflətmək idi. Bu hücumlar regionda vəziyyəti kəskin şəkildə gərginləşdirdi. Mənim fikrimcə İran bu münaqişədə uzun müddətli dözümlülük strategiyasına üstünlük verir və enerji marşrutlarına təsir göstərərək beynəlxalq təzyiq yaratmağa çalışır. Bu isə dünya bazarlarında neft qiymətlərinin kəskin dəyişməsinə səbəb olur. Yəni mənim fikrimcə beynəlxalq ictimaiyyət isə bu qarşıdurmanın daha böyük müharibəyə çevrilməməsi üçün diplomatik həll yolları axtarır. Çünki bu münaqişə yalnız üç ölkə arasında deyil. Yəni bütün Yaxın Şərqin və bəlkə də dünyanın təhlükəsizliyinə təsir edə bilər. Bəziləri düşünə bilər ki, bu problemin bizə nə dəxli var? Yəni mənim fikrimcə isə savaşın olması hər halda digər ölkələrə, xüsusilə qonşulara da problem yarada bilər. Düzdür Mateusz? Yəni mən belə düşünürəm.